Braziliyanın köklü klublarından olan Botafogo, Qarabağın aparıcı legionerlərindən Pedro Bicalhonun transferi ilə bağlı planlarından geri çəkilmir. Klub rəhbərliyi 24 yaşlı yarım müdafiəçini heyətinə qatmaq üçün ikinci dəfə rəsmi təkliflə Ağdam təmsilçisinə müraciət etməyə hazırlaşır. İlk təklif niyə baş tutmadı? Məlumata görə Botafogo daha əvvəl Pedronu icarə əsasında transfer etmək istəmişdi. Lakin Qarabağ rəhbərliyi bu variantı qəti şəkildə qəbul etməmişdi. Klub futbolçunu əsas heyətin vacib üzvü hesab edir və onu yalnız sərfəli maliyyə şərtləri daxilində satmağa hazırdır. 3 milyon avroluq plan. Braziliya mətbuatında yayılan məlumatlara əsasən Botafogo Pedronun transferinin təxminən 3 milyon avroya başa gələcəyini düşünür. Klub bu məbləği Qarabağa rəsmi şəkildə təklif etməyi planlaşdırır. Bu rəqəm Azərbaycan klubu üçün ciddi gəlir sayılsa da, tərəflər arasında qiymət fərqinin olduğu bildirilir. Müqavilə Qarabağın xeyrinədir. Pedro Bicalhonun Qarabağla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Bu isə o deməkdir ki, Qarabağ futbolçunu satmaq üçün tələsmir və istədiyi məbləği diktə etmək imkanına malikdir. Klub rəhbərliyi futbolçunun bazar dəyərinin hələ artacağını düşünür. Pedronun komandadakı rolu. Pedro Bicalhon son mövsümlərdə Qarabağın orta sahəsində oyunun tempini müəyyən edən, müdafiə ilə hücum arasında körpü rolunu oynayan, Avrokubok təcrübəsi olan əsas fiqurlarından biri kimi çıxış edib. Onun mümkün gedişi komandanın oyun planına birbaşa təsir göstərə bilər. Botafogo niyə tələsir? Botafogo rəhbərliyi yeni mövsüm üçün heyəti gücləndirmək, xüsusilə orta sahədə dinamik və texnikalı futbolçu cəlb etmək istəyir. Pedro Bicalhonun həm Avropa, həm də beynəlxalq təcrübəsi Braziliyalılar üçün cəlbedici görünür. Transfer baş tutacaqmı? Hazırki vəziyyətdə tərəflər arasında danışıqların çətin keçəcəyi gözlənilir. Qarabağ daha yüksək məbləğ tələb edə bilər. Botafogo isə büdcə çərçivəsində qalmağa çalışır. Yekun qərarın yaxın həftələrdə verilməsi ehtimal olunur. Sizcə, Qarabağ Pedro Bicalhonu satmalıdır, yoxsa Avrokuboklar üçün komandada saxlamalıdır? Fikirlərinizi yazın və daha çox belə xəbərlər üçün kanala abunə olun.